Salam hörmətli izləyicilər. Yeni bir video ilə qarşınızdayıq. Bu videoda sizlərə veteran pulunun artırılması ilə bağlı son məlumatları çatdıracağıq. Veteran pulunun artırılması ilə bağlı yeni məlumatlar var. Veteran pulu artırılacaq. Bəs nə qədər artırılacaq və hansı tarixdən veteran pulu artırılacaq? Ətraflı şəkildə məlumat verəcəyik. İlk olaraq video keçməzdən öncə bu videonu mütləq bəyənin ki, video daha çox insanın qarşısına çıxsın. Eyni zamanda kanalımıza mütləq abunə olun ki, biz növbəti dəfə video paylaşdığımız zaman sizə dərhal bildiriş gəlsin. Hörmətli izləyicilər, veteranlara verilən 80 manat təqaüdün iyul ayından etibarən artırılması gözlənilir. Bununla bağlı millət vəkilləri yeni təklif irəli sürüb. Bu təkliflərə əsasən Azərbaycanda veteran pulunun 80 manatdan 150 manata qaldırılması təklif edilib. Veteranlara verilən 80 manat təqaüdün artımı heç vaxt olmayıb. Yəni 80 manat təqaüd təyin olunandan elə 80 manat olaraq da qalıb. Bu təqaüd veteranlara kommunal ehtiyaclarının ödənilməsi üçün dövlət tərəfindən təmin olunur. Kommunal ehtiyaclar da, yəni qaz, işıq, su, bu ehtiyacların ödənilməsi də hazırki dövrdə 80 manatla mümkün deyil. Çünki hər il qazın, işığın, suyun qiymətləri qaldırılır. Bu yaxınlarda qazın və işığın qiyməti qaldırılmışdı və yeni müzakirələrə əsasən suyun qiyməti də yaxın dövrdə qaldırılacaq. Bunu nəzərə alıb veteranların 80 manat təqaüdünü 150 və ya 200 manata çatdırmaq lazımdır ki, onlar da ehtiyaclarını rahatlıqla ödəsinlər. Ümumiyyətlə, bir çox veteranların müharibədən sonra rəsmi iş yerləri yoxdur və iş tapa bilməkdə çətinlik çəkirlər. Buna görə də onların ümidi təkcə veteran təqaüdünə qalıb ki, bu təqaüdün də məbləği çox azdır. Artırılaraq 200 manata çatdırılması, 150 manata çatdırılması onlar üçün daha yaxşıdır və onların həyat şəraitinin ən azından kommunal ehtiyaclarının, bir sıra ehtiyaclarının ödənilməsi üçün daha yaxşı yoldur. Hörmətli izləyicilər, növbəti artımlar müavinətlərin artımı, xüsusilə də ümumi dövlət sosial yardımının və digər təqaüdlərin müavinətlərinin artımı iyul ayında gözlənilir və həmin 80 manat təqaüdün də artımı iyul ayına təsadüf edə bilər. Hörmətli izləyicilər, veteranlara verilən 80 manat təqaüdün artırılması ilə bağlı iki təklif var hazırda. Birinci təklif, veteranlara verilən 80 manat təqaüdün 70 manat miqdarında artırılması və 150 manata çatdırılmasıdır. Digər bir təklif isə həmin məbləğin 200 manata çatdırılmasıdır. Yəni bu iki təklifdən biri qüvvəyə düşəcək. Hazırda müzakirələr aparılır və iyul ayından etibarən müavinətlərin artımı dövründə 80 manat veteran pulunun da artımı gözlənilir. Bununla bağlı bizə bir çox izləyicilərimiz, veteranlar və ya digər veteran ailə üzvləri suallar verir və məlumat almaq istəyirlər bu barədə. Biz də çoxdandır bu barədə video paylaşmırdıq. Qeyd edim ki, veteranlara verilən təqaüdün artımı iyul ayından etibarən gözlənilir. Hörmətli izləyicilər, veteranlara verilən təqaüdün artımı ilə bağlı yeni məlumatlar olduqda dərhal sizlərə video paylaşıb məlumat verəcəyik. Hazırki videomuz yekunlaşdı. Bu videonu mütləq bəyənməyi və kanala abunə olmağı unutmayın. Növbəti videoda görüşmək ümidilə.